21 milyon manatlıq mal qalığı olan Sonar Farm şirkətinin pay sahiblərinin xəbəri olmadan hədə-qorxu yolu ilə Elnur İskəndərovun əlindən alınması və qanunsuz olaraq Robert Eyyubovun adına keçirilməsi ilə bağlı olan qalmaqallı məsələ ətrafında ziddiyyətlər artmaqda davam edir. Qeyd edək ki, hazırda Ədliyyə Nazirliyinin penitensiar xidmətin 10 saylı cəza çəkmə müəssisəsində saxlanılan Elnur İskəndərovun vəkili olan Ramil Rüstəmovu artıq Türkiyəli vəkil İbrahim Köçtər əvəzləyir. Məsələyə biraz aydınlıq gətirək. Sonar Farm şirkətinin 50% payı Elnur İskəndərov, 50% payı Mahirə Əsədovaya aid olsa da, Elnur İskəndərov bir müddət öncə Robert Eyyubov və onun adamları tərəfindən təhdid olunaraq məcburən şirkəti Bakı şəhərində yerləşən 53 saylı notariusda sözgedən şəxsin adına keçirilməsinə razılıq verib. O zaman işi aparan vəkil bildirirdi ki, bütün məlumatlar, səs yazıları, görüntülər Binəqədi rayon polis bölməsinə təqdim edilib, şahidlər dindirilsə də nədənsə hələ məsələyə hüquqi qiymət verilməyib. Qeyd edək ki, hazırda İstanbul Vəkillər Kollegiyasının üzvü olan İbrahim Köçtərə öz təşəbbüsü ilə Elnur İskəndərovun hüquqlarını müdafiə edən şəxs qismində çıxış edir. Xatırladaq ki, Sonar Farm şirkəti hələ Elnur İskəndərov və Mahirə Əsədovanın tabeliyində olan zaman İbrahim Köçtərə bir növ Azərbaycan-Türkiyə ticari əlaqələrində körpü rolunu oynayıb. Sonar Farm şirkətində dəfələrlə qonaq olan Köçtərə əczaçılıq sahəsinin inkişafında Türkiyə və Azərbaycan arasında bir sıra mühüm işlər görüb. Qeyd edək ki, İbrahim Köçtərə bir neçə dəfə Türkiyədə millət vəkili seçilib və Azərbaycanla olduqca sıx münasibətlərə malikdir. Sonar Farm şirkəti Elnur İskəndərov və Mahirə Əsədovanın başına gətirilən qalmaqallı məsələni eşidib dərhal Bakıya gələn Köçtərə Türk səfirliyinə, Ədliyyə Nazirliyinə rəsmi şəkildə müraciət edərək qanuni formada Elnur İskəndərovun vəkili kimi cəza çəkmə müəssisəsində müvəkkili ilə görüşüb. Bütün bunlar barədə Daxili İşlər Naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müraciətində bəhs edən Köçtərə eyni zamanda Mahirə Əsədovanın da hüquqlarını müdafiə edir. Qeyd edək ki, Mahirə Əsədova hələ bu məsələ baş verməmişdən bir il öncə Köçtərəyə etibarnamə verərək onun hüquqlarının qorunmasını istəyib. İbrahim Köçtərə onu da bildirir ki, bu məsələdə ona göstərilən münasibətə görə Ədliyyə Nazirliyi, penitensiar xidmətin rəhbərliyi və əməkdaşlarından çox razıdır. Qanuni proseslərə tam əməl olunub və şəffaflığı gözlədiklərinə görə Nazirliyə minnətdarlığını bildirən Köçtərəni digər məsələlər narahat edir. Vəkil bildirir ki, Sonar Farm şirkətinin qurucusu kimi Mahirə Əsədovanı tanıyıb və necə olur ki, bir şirkət pay sahibinin xəbəri olmadan digər şərikinə hədə-qorxu gəlinərək elə müəssisənin öz pulu ilə alqı-satqı aparılır. Köçtərə məsələnin qaranlıq tərəflərinin hüquq mühafizə orqanları tərəfindən tam şəffaf şəkildə araşdırılıb, problemin həllinə ümid etdiyini öz müraciətində bildirib. Məsələnin gedişatı bizim də diqqətimizdədir. Ümid edirik ki, lazımi qurumlar problemin həllinə çalışacaqlar. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.